Salam, bugün sizə Portswigger'dakı Broken Brute Force Protection IP block labını göstərməyə çalışacağam. E, Burada lab nədən ibarətdir? Bizim burada giriş eləyəcəyimiz bir login yeri var. Hansı ki biz bu login yerinə random credential'larla, yəni brute force eləmək üçün də, yəni random credential'larla giriş eləməyə çalışırıq. Amma artıq 4-cü attemptimizdə bizə çox giriş elədiniz. Zəhmət olmasa 1 dəqiqə sonra yenə giriş edin deyəcək. Bu da bizi blokluyur. Brute force eləməyimiz üçün biz indi bunu necə bypasslaya bilərik, onu tapmalıyıq. Təbii ki burada ilk ağla gələn X forwarded for'dur, amma yəni işləməyəcək o, çünki yoxlamışam yəni. Video çox uzun olmasın deyə mən promoyu burada həllə keçəcəm. Burada nə etmək var? Mənim ağlıma daha doğrusu bunu bu şeylə də eləmək, Burp Suite ilə də eləmək var. Mənim ağlıma amma Python skripti yazmaq gəldi, çünki əlimə daha yatkındır. Burp Suite-də işləməkdənsə Python skripti yazmaq daha məntiqi gəlir mənə. Deməli, burada da söhbət odur ki, biz əgər 3 səhv girişdən sonra, yəni 3 fail attemptdən sonra, əgər biz düzgün credential'larla giriş eləyə bilsək, Winner, Peter kimi düzgün credential'larla giriş eləyə bilsək, baxın girə bilirik accounta. Məsələn belə göstərim sizə. My account deyək, random 1 2 3. Artıq burada düzgün credential'lar yazırıq. Peter parol səhv yazdım deyəsən, ona görə 1 dəqiqə bloka düşdük. Gələn dəfə 2 dəfə də göstərəcəm. Yəni biz 2 dəfə fail attemptdən sonra 1 dəfə düzgün attempt eləsək, artıq bu login panel sıfırlanır. Ona görə də biz elə bir Python skripti yazmalıyıq ki, bizim üçün 2 səhv attempt və 1 düz attempt kimi ilərləsin. İndi biz Pythonda bunu yazmağa çalışacağıq. Başlayaq yazmağa. Import request deyək. Import bu request kitabxanası ona görədir ki, Python daxilində biz hər hansısa bir URL-ə post olsun, get olsun, belə bir istək göndəririksə, bizə lazım olan kitabxana budur. Sıfırlandı bu. Yox, hələ sıfırlanmayıb. İndi bir dənə URL parametri verək. Sonra bizə lazım olan target user'dır. Bu da Carlos idi. Həmişəki kimi. Bizə lazım olan target password lazımdır, amma birinci correct user lazımdır sıfırlamaq üçün. Bu olacaq winner correct password deyək. Bu da olacaq Peter. Və bizə lazımdır parol səsi lazımdır. Amma biz parol səsini belə eləməliyik ki, bu array şəklində olsun da. Yəni məsələn bizim əlimizdə olan parol, məsələn password deyək bura. Password desək, biz bunu random şəkildə belə yaza bilmərik. Niyə? Çünki biz gələcəkdə bütün parolları yoxlamalıyıq. Orada 100-dən artıq, bəlkə də 100 dənə parol var. Yəni bunu yoxlamaq üçün bunu gərək biz array şəklində verək. Məsələn belə. Yəni biz bunu birinci bu şəkildə salmaq lazımdır. Bunu da eləmək üçün təbii ki password belə eləyək də, buna raw password deyək. Password. Bunu array almaq üçün yox. Buradan parollarımızı götürək. Parolları götürdük. Parolları götürüb buraya yapışdırırıq və bizə indi split funksiyası kömək eləyəcək. Niyə? Çünki biz artıq bu parolları array-yə çevirməliyik. Parolları array-yə çevirmək üçün bir dənə, daha doğrusu belə deyək, target password equals deməli rev password split eləməlidir. Çünki artıq bunu split eləyəndən sonra, bunu da save eləyək. Göstərim istəyirsə elə printlə target password deyək.
Niye işləmədi? Save eləyək. Hə. Gördüyünüz kimi bunu array'e çevirdi. Dediyim hala çevirdi. Bunun üçün də bura 3, yəni bu halda da belə fikirləşə bilərsiniz ki, slash n var burada. Yəni hər birindən sonra slash n olduğu üçün speed funksiyası da enter və yaxud space barlarla, yəni enter və ya space-dən sonra işləyir. Bunu da rahatlıqla split eləyib array'e çevirə bildik biz. İndi bizə bir dənə funksiya lazımdır, hansı ki bizim login eləməyimiz üçün lazım olan funksiya olsun bu. Try login deyək buna. Burada bizə session cookie'lərini gələcək sessionlar lazımdır. Username və password hissələri olmalıdır bunun daxilində. Ondan çıxaq artıq. Bizə bir dənə data, gedən dataları tutacaq əldə bir şey olmalıdır. Bura olacaq. Burada olacaq. Bu yaxşı sualdır. Gəlin belə eləyək. Biz bir dəfə giriş eləyək ki, baxaq görək password və username necə gedir. Peter. Göndərək istəyi. Buradan düşək aşağı. Login. Aha. Hə, baxın burada username'imiz balaca hərfləndir, password hissəsi də balaca hərfləndir. Buna görə də biz burada login attempt verəndə bunları yəni şeyin post hissəyin içinə qoyacaqdır. Yəni request olaraq göndərəcək. Ona görə də biz bunları orada olduğu kimi verməliyik ki, sistemdə hər hansısa bir xəta yaranmasın. Username verdik burada, dalınca password'u verməliyik. Password'u verək. Password də belə olacaq da yəqin ki. Balaca hərflərləndir. Burada olacaq password. Okey də bura düzdür. Yəqin ki inşallah. Return deyək. Bunları götürəndən sonra session'ımızı götürür. Post listəyə atır. URL-ə gedir. Data olaraq qalacaq. Və bir də biz düzgün attempt atanda baxın burada görünür. 302 found verəcək bizə. Response-da 302 verdiyi üçün yəni redirect atacaq da. Biz redirect'i bağlamalıyıq. Yəni allow redirect equals false eləməliyik. Okey. Login hissəsi düz oxşuyur. Yəni belə baxıram. Username var, password var. Düzdür, yəni burada çox böyük bir şey yoxdur. İndi bizə lazımdır əsas hissə. Def əsas deyək bir dənə. Bunu keçid eləyək bura. İndi biz burada nə etməliyik? Biz burada bütün hər şeyi burada yazmalıyıq. 2 attemptdən sonra dəyişmək olsun, bu olsun. Yəni bütün hər şeyi biz bu main-in içində yazacağıq. Ona görə başlayırıq birinci session hissəsi ilə. Sessionları götürməlidir. Sessionları götürür. Yəni session dediyimiz şeylər də əslində bizim orada cookie'lərimizdir. Sadə dilləndəsə bizim sayta göndərəndə, request atanda göndərdiyimiz yəni bu hissəni fikirləşə bilərsiniz də. Yəni bunu avtomatik olaraq Python özü burada bizim daxil etdiyimiz request kitabxanası ilə gələn bir şeydir o. Özü götürür, oradakı cookie'lər olsun və s. və ilə axır hamısını özü götürür. Request kitabxanasına gedirik. Buradan session deyirik. Hamısını götürsün. Baxın burada da göstərir məsələn. Aşağı sətrə düşürük. Bir dənə i lazım olacaq bizə. Buna 0 deyirəm. Nə qədər ki i kiçikdir bunların sayından, target password dedikdə buna, bunun sayından kiçikdir. Bu halda random bir dənə belə bir şey olsun. 2 dəfə yoxlasın. 3-ə ehtiyac yoxdur. Çünki 3-də bayaq xəta aldıq. Xəta almaq istəmirəm. 2 dəfə yoxlamaq üçün bunu verdik. Bir də belə bir şey eləyək ki, prost necə eləyək? Yəni səhv olanda niyə belə yazıram? Böyükdür, bərabərdir, olmalıdır. Deyəsən, onu fikirləşirəm. Bu hissəni niyə yazırıq? Çünki Python'a necə yazırdılar böyük bərabər. O da yadımdan çıxır. Python'da
axtaraq bir dənə, yadımdan çıxıb çünki. Python'da düz yazırmışam usta. Neyse, onda belə yazaq. Len deyək. Target passwords. Bunu niyə yazdıq? Çünki artıq bura gələndə bizim kodumuz dayanmalıdır. Yəni əgər i'miz bizim burada indi biz bunu altdan artıracağıq təbii ki, bir artacaq bu. Əgər i'miz buradakı targetlardan böyük olsa, bu öz-özünə artıb gedə bilər də. Məsələn, 101-ci, deyək ki, burada 100 dənə parol var, 101-ə gəlib çıxa bilər, 102-yə gəlib çıxa bilər. Biz də bunu istəmədiyimiz üçün burada bir dənə break verəcəyik. Bir dənə indi bizə nə lazımdır? 2 dəfə attempt eləyəcək. 2 dəfə attempt eləyəcək. Bura target password deyək. O birisi password idi. Bu da olsun. Target password üçün inci elementi. Yəni buradan artıq array-in içindən götürdüyü elementlər var. Yəni hər dəfə məsələn gələcək bu target passwordumuz bərabər olacaq. Məsələn bir dəfə 1 2 3 4 5 6-ya password-də və s. və ilə axır. Belə davam eləyəcək bu. Yoxlanış üçün də bir dənə burada F deyək. Məsələn olsun trying. Nə yoxlayacaq indi? Əsasda. Deməli, burada hər dəfə i plus 1 olmalıdır. Niyə? Çünki məsələn artıq özü 80-cidirsə 81-i yoxlamağa keçəcək də. Yəni məntiqsə bir dəfə ondan sonrakini yoxlamağa başlayacaq. Və bunu belə göstərək də. Len belə göstərmirik, belə göstəririk. Len bu target password yox, sayı olmalıdır da, opsi sayı. Target passwords S-lə olan olmalıdır. Çünki 100 yazılacaq məsələn burada. Sonra bunu bağlamaq lazımdır belə. Yox, buradan yox, bir yana sağından. Çünki o birisi mötərizəsidir. Sonra bir də user hissəsində verməliyik qabağında. Target user və bunu da olacaq. Password-ı da burada verməliyik. Target password. Yoxlanılan credentialları da görmək üçün belə bir şey elədik. Response-u göndərək. Yəni response-u alaq ki, məsələn 302 almışıq biz, deyək ki 302 alanda artıq bizim yəni düz olduğunu bilməliyik də. Session deyək. Sonra target user deyək. Və target password deyək. İndi if response-un status kodu bərabərdirsə 302-yə bayaq göstərdiyimdə hansı ki burada gördünüz ki response-un status kodu 302-yə bərabərdirsə, bunda artıq bizdə parolu tapmalıdır. Yəni print belə düşsün bir sətr aşağı və bizə desin ki password found. Məsələn belə bir şey yazılsın. Və qabağına da o verdiyimiz target password-ı versin. Burada getdi. Return verək burada. İndi bizə nə lazımdır? Biz i-ni artırmamışıq. I-ni artırmalıyıq. Hər dəfə i bir dənə artmalıdır. Sonra buradakı dövr bitdi məncə. Başqa nə isə qalmayıb. I-ni artırdıq bir dəfə. Gələcək yoxlayacaq. Target password. Bu inci elementi. Print gəlir bura. Düzdür. Aha, çox əla. Yaxşı gedirik. Məncə yəni yaxşı gedirik. İndi düşək aşağı. Bir də biz nə etməliyik? 2 dəfə səhv gedişdən sonra bir dəfə düzgün gediş verməliyik. Bunu da eləyək. F deyək. Correct credentials deyək buna da. Correct credentials
try logindən verəcəyik bunu da. Çünki yeni də login eləməyə çalışır. Session sonra bizim düzgün olan user'ımızın adını nə qoymuşduq? Correct user və correct password girməlidir bu dəfə də. Correct user. Baxın, burada da yəni Pythonda belə VS Code'un belə xüsusiyyətləri var ki, sizə göstərir. Yəni məsələn baxın, session'ı verib, session, username, password. İndi burada password verəcəyik. Görürsüz, keçir avtomatik password hissəsinə. Okey. Və ən sonda da bir dənə bu main funksiyasını çağırmalıyıq. Yəni save eləyək bunu. Site sökməyim inşallah, ona da baxaq. Home deyək bir dənə. Əla. Logout deyək, home deyək. Всё. İndi VS Code'a qayıdaq, save ataq, başlayaq. Baxın, 2 dəfə səhv credentiallarla girir. Məsələn, 1.256 və password. Sonra login, correct credentials, login deyir. Aha. Baxın, password found 666. Gəlin yoxlayaq. My account Carlos 666'dır. Yəni kopyaladıq, gördüyünüz kimi labı həll eləmiş olduq. Aslında yaxşı bir praktisdir ki, uzun vaxt yəni Pythonda kod yazmırdıq. Həm Pythonda kod yazmış olduq, həm də yəni labı həll eləmiş olduq. Yəni video bu qədər. Bu authentication labların içində çətin olan lablardan biridir. Çünki siz artıq burada ya skript yazmalısınız, bildiyiniz proqramlaşdırma dillərinin biri ilə, ya da ki Burp Suite üstündən yaxşı, yəni Burp Suite-dən yaxşı başınız çıxmalıdır ki, Burp Suite üstündən də eləyə bilərsiniz. Bunu Burp Suite üstündən əslində Python'a daha rahat eləmək var. Sadəcə mən Python'da kod yazmağı daha üstün gördüyüm üçün belə elədim. Video bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Görüşənədək.